Dekabr ayının 4-ü, 5-i və 6-sında əvvəlcə Türkiyənin qərb rayonlarında, Aralıq dənizi sahillərində, hava şəraitində yenidən kəsim dəyişikliyi gözlənir. Çünki Aralıq dənizinin şərqində orta troposfer atmosfer tərkibində azalma gözlənilir. Bu da regionda hava şəraitinin kəsim dəyişməsinə səbəb olacaq. Prosesin birinci mərhələsində dekabr ayının 4-ü və 5-də bu sistem artıq Türkiyənin qərb rayonlarına doğru yanıqlar daşıyacaq və Xəzər dənizində də lokal, yerel tipli hava kütlələrinin bir-birinə qarşıması fonunda Xəzər dənizindən də nəmli rütubətin, xüsusən də Azərbaycanın şərq rayonlarına doğru daşınması gözlənilir. Nəticədə dekabr ayının 5-də Bakı, Abşeron, Sumqayıt ərazisində Xəzər dənizinə yaxınlaşan şərq rayonlarında yanıqlarda qısa müddətli intensivləşmə ehtimalı var və Türkiyənin qərb rayonlarında da dekabr ayının 5-i və 6-sında yanıqlarda intensivləşmə gözlənilir. Xüsusən də Abşeronda dekabr ayının 5-də müəyyən ərazilərdə su basma hadisələrində artım ehtimalı var. Çünki Xəzər dənizindən daimi olaraq daşınan rütubətli hava axınları soyuq hava kütlələrinin bir-birinə qarşıması fonunda Abşeron ərazisində yanıqların dekabr ayının 5-də intensivləşməsi ehtimalı var. Xüsusən dekabr ayının 5-i günün birinci yarısında. Dekabr ayının 5-i axşama doğru isə bu sistem artıq Türkiyənin qərb rayonlarına doğru Aralıq dənizindən daimi olaraq nəmi daşıyacaq və nəticədə Türkiyənin qərb rayonlarından başlayaraq ərazidə hava şəraitinin kəskin soyulması gözlənilir. Dekabr ayının 5-i axşama doğru yenidən Bakı, Abşeron, Sumqayıt ərazisində yanıqlarda intensivləşmə ehtimalı var. Dekabr ayının 5-dən 6-sına keçən gecə bu sistem tədricən Aralıq dənizinin şərqindən Türkiyənin mərkəzi rayonlarına doğru yayılacaq. Xüsusən də dekabr ayının 1-ci 10 günün sonlarına doğru isə bu sistem tam gücü ilə Qafqaz regionuna daxil olacaq. Yəni dekabr ayının 8-nə qədər olan müddət ərzində Qafqazda ekstremal bir yanıqlı hava şəraiti ehtimalı yoxdur. Lakin Abşeronda dekabr ayının 5-də yanıqlarda intensivləşmə ehtimalı var. Dekabr ayının artıq 8-dən sonraki tarixlər 9 və 10-da isə Aralıq dənizindəki soyuq nüvəli ekstratropik siklon sisteminin tədricən Kiçik Asiya ərazisindən Qafqaz regionuna doğru daxil olması, yaxınlaşması gözlənilir. Nəticədə ərazidə hava şəraitinin əvvəlcə Türkiyənin qərb rayonlarında, prosesin sonraki inkişafı nəticəsində dekabr ayının 6-sı axşam doğru və 7-sində Türkiyənin mərkəzi rayonlarında və prosesin sonraki inkişafı nəticəsində dekabr ayının 7-sində artıq axşama doğru isə Türkiyənin şərq rayonlarında, artıq dekabr ayının 7-si axşama doğru və 8-si günün birinci yarısına qədər olan müddət ərzində isə artıq Azərbaycan ərazisində hava şəraitində kəsim dəyişikliyi gözlənilir. Yəni prosesin ən intensiv dövrü dekabr ayının 7-si və 8-sindən sonra gözlənilir. Çünki Aralıq dənizindən daşınan davamlı olaraq rütubətli hava axınları Qafqazda soyuq hava kütlələri bir-birinə qarşılayacaq. Nəticədə dekabr ayının 8-i, 9-u, xüsusən də 9-unda yanıqlarda intensivləşmə ehtimalı var. Dekabr ayının 8-i axşama doğru Azərbaycanın xüsusən də Böyük Qafqaz rayonlarında, Dağlıq Şirvan ərazisində, Böyük Qafqazın şimal-şərq yamaclarında, yəni Quba, Qusar, Qaçmaz ərazilərində və Abşeronda yanıqlardan intensivləşmə gözlənilir. Aralıq dənizindən daimi olaraq nəm gördüyünüz kimi Kiçik Asiya ərazisinə doğru daşınır və bu dekabr ayının 9-u artıq günorta saatlarına doğru bu sistem tədricən Xəzər dənizi ərazisindən Kiçik Mərkəzi Asiyaya doğru yaxınlaşacaq. Aralıq dənizinin şərqindən növbəti sistem dekabr ayının 10-da aktivləşəcək və dekabr ayının artıq 10-u gündüz saatlarında yenidən intensiv xarakterli sistem Qafqaz regionuna doğru yaxınlaşacaq. Nəticədə dekabr ayının 10-da Qafqazın cənubunda Azərbaycan arasında hava şəraitinin yenidən kəsim dəyişilməsi gözlənilir. Dekabr ayının 10-u axşama doğru yanıqlar yenidən azalacaq, lakin dekabr ayının 11-i artıq yenidən Aralıq dənizinin şərqində növbəti intensiv xarakterli ekstratropik siklon sisteminin ərazide aktivləşməsi fonunda dekabr ayının 12-sində Türkiyənin cənub-şərqində yanıqlarda yenidən intensivləşmə ehtimalı var. Lakin dekabr ayının 11-i və 12-sində Qafqazda yanıqlarda fazla gözlənilir. Dekabr ayının 13-sində Azərbaycan zəmi rayonlarında qısa müddətli yağış yağması ehtimalı var. Dekabr ayının xüsusilə də 7-si axşama doğru artıq Qafqaz regionunda hava şəraitinin kifayət qədər kəskinləşməsi ehtimalı var. Çünki Aralıq dənizinin şərqində formalaşması gözlənilən intensiv xarakterli ekstratropik siklon sistemi tədricən dekabr ayının 7-sindən başlayaraq artıq Qafqaz regionuna doğru yaxınlaşacaq və şimaldan daxil olması gözlənilən soyuq hava kütlələri ilə bir-birinə qarşılaşması fonunda hava şəraitinin Qafqazda dekabr ayının 1-ci 10 gününün sonlarına doğru kifayət qədər
kəskinləşməsi gözlənilir. Yağıntılar xüsusən dekabr ayının 7-si axşama doğru və 8-i, 9-u, 10 günün birinci yarısına qədər olan müddət ərzində Qafqazda yağıntılar intensiv və güclü olacaq. Dekabr ayının artıq 7-si günün ikinci yarısına doğru gördüyünüz kimi Azərbaycan əvvəlcə qərb-cənub qəbirlərindən başlayaraq yağıntılı sistem Qafqazın cənubuna daxil olacaq. Dekabr ayının 7-si axşama doğru 7-sindən 8-dən 8-i günün birinci yarısında isə bu sistem artıq Qafqazın cənubuna daxil olacaq və sistemin təsirindən yağıntıların dekabr ayının 7-sindən 8-dən gecə yağıntılarda intensiv və güclənmə gözlənilir. Dekabr ayının 8-i səhər saatlarında günün birinci yarısında bu sistem artıq Qafqazın, yəni Böyük Qafqaz rayonuna doğru yaxınlaşacaq. Dekabr ayının 8-i gündüz saatlarında, 8-i günün ikinci yarısına doğru isə bu sistem Xəzər dənizindəki sistemlə birləşərək intensivləşəcək. Nəticədə yağıntılar Abşeron arasında dekabr ayının 8-də intensiv ola bilər və Azərbaycanın şimal qəbirlərində də yağıntılarda intensivləşmə gözlənilir. Dekabr ayının 8-i axşama doğru 9-una keçən gecə isə Azərbaycanın Böyük Qafqaz rayonlarında, Dağlıq Şirvan arasında, Kiçik Qafqaz və Naxçıvan arasındakı yağıntıların intensiv və güclü olması, Böyük Qafqazın Balaçan, Zaqatala, Şəkir, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızır, Quba, Qusara, Xasmas, Dağlıq Şirvan, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbər, Şəhbəzər, Şuşa, Laçın, Xəncərli, Zəngəzur, Zəngilan və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərindəki dağ şəhərlərində dəniz səviyyəsindən 1500 metrdən yüksəkdə yerləşən dağ şəhərlərində artıq yağışın sulu qara və qara keçməsi, qara örtünün əmələ gəlməsi gözlənilir. Dekabr ayının artıq 8-dən 9-dan keçən gecə isə bu sistem daha da kəskinləşəcək və xüsusən Böyük Qafqaz rayonlarında, Dağlıq Şirvan arasında, Böyük Qafqazın şimal-şərqində, Quba, Qusar, Xasmas, Şaban rayonları arasında və Abşeronda yağıntılar dekabr ayının 8-dən 9-dan keçən gecə kifayət qədər intensiv və güclü olacaq. Dekabr ayının 9-u günün birinci yarısında intensiv yağıntılar davam edəcək. Yəni dəniz səviyyəsindən 1500 metrdən yüksəkdə yerləşən ərazilərdə yağışın sulu qara və qara keçməsi, Dağətəyi rayonlarından aşağıda yerləşən alandakı yağıntıların intensiv leysan şəklində yağması gözlənilir. Dekabr ayının 9-u gündüz saatlarında yağıntılarda fasilə gözlənilir. Lakin dekabr ayının 10-u 9-una 10-a keçən gecə və 10 günün birinci yarısında növbəti sistem yenidən intensiv şəkildə Azərbaycan arasında daxil olacaq. Respublika arasında dekabr ayının 10-u günün birinci yarısında hava şəraitinin yenidən kəsin soyulması gözlənilir. Yağıntıların intensivləşməsi xüsusən də Böyük Qafqaz rayonlarında, eyni zamanda Cəlilabad, Astara ərazilərində, Dağlıq Şirvan ərazisində və Bakı, Abşeron, Sumqayıt arasında dekabr ayının 10 günün birinci yarısında yağıntılarda intensivləşmə gözlənilir. Lakin dekabr ayının artıq 10-u günün ikinci yarısına doğru yağıntılar tədricən Səngəzə və Mərkəzi Asiyaya doğru bir sistem yayılacaq. Dekabr ayının artıq 10-dan 11-nə keçən gecə yağıntılar Azərbaycanın əksər rayonlarında səngəyəcək, lakin Kiçik Qafqaz rayonlarında və Naxçıvanın dağlıq rayonlarında yağıntılar davam edə bilər. Bu sistemə daha da geniş olaraq nəzər salacaq biz görərik ki, xüsusən də Bakı, Abşeron, Sumqayıt ərazisində dekabr ayının 5-də yağıntılarda intensivləşmə gözlənilir. Çünki dekabr ayının 5-də Xəzər dənizinin mərkəzindən və cənubundan daimi olaraq rütubətli hava axınlarının, yəni yağış buludlarının, laylı topa yağış buludlarının dekabr ayının xüsusən də 5-də Xəzər dənizinin mərkəzi rayonlarından və cənubundan rütubətli hava axınlarının Bakı, Abşeron, Sumqayıt arasında doğru daşınması fonunda dekabr ayının 5-i gün ərzində yağıntıların intensivləşməsi ehtimalı var. Prosesdə daha da geniş olaraq nəzər salacaq biz görərik ki, Xəzər dənizindən daşınan rütubətli hava axınları dekabr ayının 5-i gün ərzində Abşeron ərazisində yağıntıların kifayət qədər intensivləşməsi səbəb olacaq. Bakı, Abşeron ərazisində Bakının müəyyən rayonlarında əvvəlki dövrlərdə su basmaya məruz qalan ərazilərdə yenidən su basmanın təkrarlanması ehtimalı var. Bu riski də nəzərə almaq lazımdır. Çünki yağıntılar əraziyə qısa müddət ərzində intensiv şəkildə yağa bilər ki, bu da əraziyə qısa müddət ərzində ərazidə su basma hadisələrinə səbəb ola bilər. Bu prosesə daimi inkişafı gözlənilir dekabr ayının 5 gün ərzində. Nəticədə yağıntılar Abşeronun şimalında intensiv və güclü olacaq, Abşeronun cənubunda intensiv və güclü olacaq. Yəni dekabr ayının 5 gün ərzində Bakı, Abşeron, Sumqayıt arasında yağıntıların tez-tez intensivləşməsi gözlənir. Bu sistem davamlı olaraq Xəzər dənizindən nəmi Abşeron arasına doğru daşıyacaq və nəticədə dekabr ayının 5 günün birinci yarısında və dekabr ayının 5 axşama doğru yağıntılar Abşeron arasında intensiv və güclü olacaq
Bakının müəyyən ərazilərində, su basma əsərində yenidən təşkillanması ehtimalı var. Dekabr ayının artıq 5-i axşama doğru bu sistem Abşeronun qərbində, Bakının qərbində yanğınlar səngiyəcək, lakin Abşeronun şərq rayonlarında isə yanğınlar intensiv şəkildə dekabr ayının 5-i axşama doğru da davam edəcək. Artıq dekabr ayının 5-i axşama doğru, 5-indən altına kisəmizdə yenidən Xəzər dənizindən başlayan növbəti sistemin təsirindən yanğınlar yenidən intensivləşəcək. Dekabr ayının 5-də maksimal yağıntının Bakı-Abşeron-Sumqayıt ərazisindən 30 litrdən artıq yağması ehtimalı var ki, bu da bildirdiyimiz kimi müəyyən ərazilərdə qurun sularının yer səthindən çıxmasına səbəb olacaq və asfaltın çox olduğu ərazilərdə su basma hadisələrinə səbəb olacaq. Nisbətən çökək ərazilərdə yerləşən qəsəbələrdə yenidən su basma hadisələrinin təşkillanmasına səbəb olacaq. Yəni dekabr ayının 5-i riskli görünür. Dekabr ayının 5-i gün ərzində tez-tez Abşeron ərazisində yanğınlarda intensivləşmə gözlənir. Artıq dekabr ayının 5-i valısında Aralıq dənizinin şərq ərazisində orta troposferdə atmosfer tərkibində yenidən növbəti azalma fonunda ekstratropik siklon sisteminin ərazidə aktivləşməsi gözlənir. Bu prosesin sonraki inkişafı nəticəsində artıq dekabr ayının 6-sı axşama doğru və 7-sində isə bu sistem artıq tədricən sistemin hərəkət istiqaməti nəticəsində dənizdən başlayan rütubətli hava axınları Türkiyə ərazisinə və Azərbaycan arasında daxil olacaq. Eyni zamanda Xəzərin şimal-şərqindən də növbəti ekstratropik siklon sisteminin keçməsi fonunda Xəzərin şimalından və eyni zamanda Aralıq dənizindən başlayan rütubətli hava axınları Qafqazda bir-birlərinə qarşılayacaq. Bu proses nəticəsində yanğınların xüsusilə də dekabr ayının 8-ci, 9-cu və 10-da intensiv və güclü olması ehtimalı var. Çünki bu iki sistemin davamlı olaraq gətirdiyi rütubət regionda soyuq hava axınlarına bir-birlərini qarşılayacaq və bu da hava şəraitinin kifayət qədər mürəkkəb qeyri-sabit keçməsinə səbəb olacaq. Nəticədə küləklərdə güclənmə gözlənilir. Xüsusən də Bakı-Abşeron-Sumqayıt ərazisində dekabr ayının 8-ci, 9-cu və 10-da şimal küləklərində güclənmə ehtimalı var və bu proses nəticəsində artıq bu proses tədricən dekabr ayının 10-u və 11-də artıq Türkiyənin qərb rayonlarında yanğınlarda fasilə gözlənir, lakin Türkiyənin mərkəzi və şərqində, Qafqaz regionunda, Qafqazın şimalında, Qafqazın cənubunda isə yanğınların yenidən davam etməsi ehtimalı var. Dekabr ayının 13-də artıq bu sistem artıq Azərbaycanın cənubuna doğru yaxınlaşacaq. Nəticədə ərazidə proses dekabr ayının 12-ci, 13-cü və 14-də xüsusən də Azərbaycan arasında yanğınlarda yenidən artım ehtimalı var. Artıq Türkiyə regionunda isə dekabr ayının 12-ci, 13-cü və 14-də atmosfer tərkibində orta troposferdə artım gözlənir ki, bu da Türkiyə arasında yanğınlarda fasilə ilə nəticələnəcək. Lakin artıq bu proses dekabr ayının 15-nə qədər olan müddət ərzində Qafqazda isə yanğınların fasilələrlə intensiv şəkildə davam etməsi ehtimalı var. Dekabr ayının 15-i və 15-dən sonraki tarixlərdə yenidən Aralıq dənizində növbəti ekstratropik intensiv xarakterli soyuq nüvəli siklon sisteminin ərazidə aktivləşməsi gözlənilir. Bu da yenidən dekabr ayının 15-i və 16-sından başlayaraq regionda hava şəraitinin yenidən tez dəyişilməsinə səbəb olması ehtimalı var. Yəni dekabr ayının ümumi olaraq birinci 10 günün sonlarına qədər və ikinci 10 günlük ərzində, yəni dekabr ayının 17-si, 18-sinə qədər olan müddət ərzində regionda hava şəraitinin tez dəyişilməsi gözlənilir. Proses səbəb isə Qara dəniz ərazisində, Türkiyə ərazisində, Aralıq dənizinin şərqində, Şimali Qafqazda, Cənubi Qafqazda, Xəzər ölkələrində, Kiçik Asiya ərazisində orta troposferdə atmosfer tərkibinin dekabr ayının 17-si, 18-sinə qədər olan müddət ərzində tez-tez azalması, lakin Şimali Avropada, Skandinaviyada, Qərbi Rusiyada isə atmosfer tərkibində tez-tez artım gözlənir ki, bu da bütün olaraq rütubətin, nəmin və soyuq hava dalğalarının regiona cəmləşməsinə səbəb olacaq. Nəticədə qeyri-sabit hava şəraiti olan günlərin sayında dekabr ayının 1-ci və 2-ci 10 günlük ərzində noyabr ayı ilə müqayisədə dəfələrlə artım ehtimalı var. Avropanın İSKMW modelinin şimal-cənub küləsi ərazisindəki ümumi olaraq regionlardakı gözlənilən hava şəraiti haqqında model təhlillərinin analizlərinə əsasən dekabr ayının 1-ci və 2-ci 10 günlük ərzində şimal-cənub küləsindəki, şimal qütbündəki soyuq hava şəraitinin, ərazidəki soyuq qütb siklonlarının noyabr ayının sonlarında parçalanması müşahidə edildi və bu proses stratosferin yuxarı qatlarından bu soyuq havanın tədricən troposferin aşağı qatlarına doğru yayılmasına səbəb oldu və bu prosesin sonraki inkişafı nəticəsində dekabr ayının artıq 1-ci, 2-ci 10 günlük ərzində
Şimal qütbündəki soyuq hava kütlələrinin tez-tez Avropa ərazisinə, eyni zamanda Amerika ərazisinə və Asiya ərazisinə tez daxil olması müşahidə edildi və bu prosesin sonraki inkişafı nəticəsində dekabr ayının ikinci 10 günündə də bu proseslərin tez-tez təkrarlanması ehtimalı var. Xüsusən də Kanada və Amerika ərazilərindən daxil olan soyuq hava kütlələri kifayət qədər güclü və intensiv xarakterlə müşahidə olunur və bundan sonraki tarixlərdə də bu prosesin təkrarlanması ehtimalı var. Rusiyanın xüsusən də Sibir ərazisində və Avropanın şimalında isə orta troposfer atmosfer təzyiqində bir xeyli artım fonunda soyuq antisiklonik bloklanmanın Rusiyanın qərbindən, qərbi Sibir ərazisindən başlayaraq Avropanın şimalına, Skandinaviya ərazilərinə qədər ərazidə aktiv olması gözlənilir. Bu da dekabr ayının 1-ci və 2-ci 10 günlüyü ərzində, dekabr ayının ümumilikdə 17-si və 18-sinə qədər olan müddət ərzində tez-tez soyuq hava kütlələrinin Qafqaz regionuna daxil olmasına səbəb olacaq. Çünki şimaldan daxil olan soyuq hava kütlələri və regionda isə Qafqazda və Qara Dəniz ərazisində, Xəzər Dənizı ölkələrində isə atmosfer təzyiqində azalma gözlənilir ki, bu da nəmlə birləşən soyuq havanın ərazidə tez-tez hava şəraitinin kəskin dəyişməsinə səbəb olması gözlənilir. Dekabr ayının hazırda 1-ci 10 günün əvvəllərində, 1-ci 10 günün 1-ci həftəsində Atlantik okeanının şərq sahillərində, yəni Avropanın qərbində və şimal qərbində orta troposfer atmosfer təzyiqində bir xeyli azalma müşahidə edilir. Bu da Atlantik okeanın daşınan rütubətli hava axınları ilə şimaldan daxil olan soyuq hava kütlələrinin bir-birinə qarışması və Avropanın mərkəzi və şərq hissələrinə doğru daxil olması müşahidə edilir. Bu proses dekabr ayının 1-ci 10 günün sonlarına qədər və 2-ci 10 günün ərzində də tez-tez təkrarlana bilər. Artıq iqlim dəyişikliyi nəticəsində Atlantik siklonlarında bir xeyli çoxillik göstəricilərlə müqayisədə intensivləşmə müşahidə edilir. Bu da Atlantik okeanın daimi olaraq daşınan rütubətin Avropa ərazisində soyuq hava kütlələrinin bir-birinə qarışması fonunda ərazidə hava şəraitinin mürəkkəbləşməsinə və qeyri-sabit hava şəraiti olan günlərin sayında bir xeyli artımına səbəb olacaq. Xüsusən də Avropanın artıq qərb və şimal ərazilərində, şərq ərazilərindəki yağıntılarda bir xeyli artım ehtimalı var. Bu da Atlantikdən daşınan nəmlə soyuq havanın bir-birinə qarışması fonunda formalaşan mürəkkəb meteoroloji hadisələrin təkrarlanmasında artımla nəticələnir. Artıq Avropanın şimalında orta troposferdə antisiklonik bloklanma dekabr ayının 6-sı və 7-sində davam edəcək. Dekabr ayının artıq 8-sində yenə də Atlantikdən daşınan rütubətli siklonlarla, ekstratropik siklon sistemlərindən Avropanın şimal-şərqində, qərbi Rusiyada və bir qədər də mərkəzi Avropada isə orta troposferdə atmosfer təzyiqində artım gözlənilir. Bu da bloklanmaya nəticələnir. Nəticədə sistem böyük bir sürətlə rütubəti Asiya ərazisinə doğru daşıyır, Avropa ərazisindən qərbi Rusiyaya doğru daşıyır. Bu deməkdir ki, şimaldan daxil olan soyuq hava ilə rütubətli hava kütlələri bu ərazidə bir-birinə qarışır. Nəticədə ərazidə, Avropa və Avrasiya ərazisində mürəkkəb hidrometeoroloji, bir qədər də təhlükəli meteoroloji hadisələrdə bir xeyli artım ehtimalı var. Bu proses iqlim dəyişikliyi nəticəsində getdikcə ildən ilə daha da kəskinləşən, çox təəssüf ki, daha da katastrofikləşən bir proseslərə səbəb ola bilər. Dekabr ayının 11-i və 12-sində yenə də Atlantik siklonları ərazide aktiv olacaq. Lakin dekabr ayının artıq 12-sində Avropanın şimalında da atmosfer təzyiqində orta troposferdə azalma gözlənilir. Bu da Avropanın şimalında hava şəraitinin bir qədər də soyunmasına səbəb olacaq. Avropanın mərkəzində atmosfer təzyiqində artım gözlənilir. Artıq dekabr ayının xüsusilə də 13-ü və dekabr ayının 14-ündə Britaniyadakı güclü Atlantik siklonlarının rütubəti davamlı olaraq Avropanın şərqinə və qərbi Rusiyaya doğru daşınması nəticəsində kifayət qədər intensiv və güclü qar yağıntılarının Moskva vilayətində yağması gözlənilir. Dekabr ayının 16-sı və dekabrın 17-sində isə yenidən qərbi Rusiyada və Avropanın şimalında orta troposferdə atmosfer təzyiqində artım gözlənilir ki, bu da ərazidə antisiklonik bloklanmaya səbəb olacaq. Avropanın qərbində də dekabr ayının 16-sı və 17-sində atmosfer təzyiqində orta troposferdə artım gözlənilir ki, bu da bloklanmanın Avropanın qərb rayonlarına qədər yayılmasına səbəb olacaq. Bu o deməkdir ki, Sibirdən daxil olan soyuq tipli antisiklonik sistem, antisiklonik bloklanma Avropanın qərb rayonlarına və mərkəzi rayonlarına qədər yayılacaq. Xüsusilə də dekabr ayının 17-si və 18-sində bu bloklanma
daha da şiddətlənəcək və Avropanın mərkəzində və bir qədər şərqində isə, yəni Qara dəniz ərazilərində isə orta troposferdə, atmosfer təzyiqində bir xeyli azalma gözlənilir. Bu da bizim regionumuzda hava şəraitinin kəskinləşməsinə səbəb olacaq. Lakin Avropanın bu bir qədər qərb mərkəzi ərazilərində və şimalında isə havanın sabitləşməsinə baxmayaraq, bu soyuq tipli antisiklon sisteminin ərazidə hava şəraitinin çox soyutmasına səbəb olacaq, qurutmasına və soyutmasına səbəb olacaq. Nəticədə bu ərazilərdə soyuq hava şəraiti müşahidə ediləcək, quru soyuq hava şəraiti müşahidə ediləcək. Lakin Qara dəniz arasında isə rütubətlə qarşılanan soyuq hava şəraitləri ərazidə çox ciddi bir kəskin hava şəraitinə səbəb olacaq. Avropanın İslamdavliyət modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən hazırda Rusiyanın qərbində və Qərbi Sibir arasında orta troposferdə, atmosfer təzyiqində bir xeyli artım müşahidə edilir. Sibirin mərkəzində və şərqində eyni zamanda Xəzərötəsi ölkələrində, Qafqazın şimalında və cənubunda isə atmosfer təzyiqində orta troposferdə azalma müşahidə edilir. Bu da Qərbi Rusiya və Avropanın şimalında Skandinaviyadakı soyuq antisiklonik bloklanmanın hərəkət istiqaməti nəticəsində, yəni bu sağ qolunun, antisiklonun sağ qolunun şimal-şərqdən davamlı olaraq soyuq hava kütlələrinin Qafqazın regionuna daşıması gözlənilir. Eyni zamanda rütubətli hava axınlarının da Qafqaz regionuna müdaxiləsi fonunda və şimaldan daxil olan soyuq hava kütlələrinin toqquşması fonunda regionda dekabr ayının birinci 10 günlüyünün sonlarına qədər və ikinci 10 günlüyünün sonlarına qədər olan müddət ərzində, ümumilikdə dekabr ayının 17-si və 18-sinə qədər olan müddət ərzində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Bu sistem tədricən dekabr ayının 9-unda bir qədər kəskinləşəcək, çünki dekabr ayının 9-u və 10-unda bu bloklanma ərazidə daha da kəskinləşəcək və Aralıq dənizindən başlanan rütubətli hava axınları Azərbaycan ərazisində hava şəraitinin kifayət qədər regionda hava şəraitinin dekabr ayının 9-u və 10-unda kəskinləşməsi gözlənilir. Artıq dekabr ayının 10-u axşama doğru və 11-in günün birinci yarısında hava şəraiti bir qədər sabitləşsə də dekabr ayının 11-i axşama doğru və 12-sində yenidən hava şəraitinin Qafqaz regionunda kəskinləşməsi ehtimalı var. Bu prosesin sonraki inkişafı da davam edəcək. Nəticədə dekabr ayının 13-ü və 14-də də yenidən Kiçik Asiya arasında orta şərq ölkələrində və Rusiyanın qərbində atmosfer təzyiqində azalma gözlənilir. Bu da davamlı olaraq rütubətin və soyuq hava kütlələrinin Qafqaz regionuna daşınmasına səbəb olacaq. Artıq Mərkəzi Avropada atmosfer təzyiqində artım gözlənilir dekabr ayının 13-ü, 14-ü, 15-də. Nəticədə bloklanmanın sağ qolunun Azərbaycan arasında davamlı olaraq Rusiyanın qərbindən və Qərbi Sibirdən soyuq havanın daşıması və buradakı lokal intensiv xarakterli ekstratropik soyuq siklon sisteminin gətirdiyi rütubətli hava axınları ilə bir-birinin qarşıması fonunda dekabr ayının 14-ü, 15-i, 16-sında da Qafqaz regionunda qeyri-sabit hava şəraitinin davam etməsi gözlənilir. Artıq dekabr ayının 16-sından sonra yenidən Qərbi Sibirdə növbəti soyuq nüvəli, güclü bir soyuq ekstratropik siklon sistemi aktivləşəcək. Dekabr ayının artıq 16-sı axşama doğru, 17-si artıq bu sistem Mərkəzi Asiyaya doğru yaxınlaşdırır. Lakin Aralıq dənizinin şərqində növbəti soyuq hava kütlələrini daşıyan soyuq nüvəli ekstratropik siklon sistemi rütubətlə qarşılaraq Qafqaz regionuna daxil olacaq. Modelin ümumi analiz təhlillərinə əsasən dekabr ayının 17-si, 18-sinə qədər olan müddət ərzində Qafqaz regionunda, Qafqazın şimalında, Qafqazın cənubunda, ümumilikdə Xəzərötəsi ölkələrində, Qara dəniz ərazisində, Türkiyə ərazisində, Aralıq dənizinin şərqində hava şəraitinin tez-tez kəskin dəyişilməsi, Rusiyanın qərbindəki bloklanmanın uzun müddət davam etməsi və soyuq hava kütlələrinin Rusiyanın qərbində, eyni zamanda Qərbi Sibirdə və Ural dağları ərazisində güclü soyuq hava axınlarının ərazidə bloklanması nəticəsində soyuq havanın ərazidə uzun müddət qalması və bu antisiklon sağ qolunun da davamlı olaraq soyuq hava kütlələrini Qafqaz regionuna daşıması və rütubətli hava axınlarının qarşılaması fonunda dekabr ayının 17-si, 18-sinə qədər olan müddət ərzində qeyri-sabit hava şəraiti olan günlərin sayında dəfələrlə artım ehtimalı var. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalında mütəmadi olaraq yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.